Mən Həzi Hüseynov 1975-ci ildə Zərdab rayonunun Pərvanlı kəndində anadan olmuşam. Kənd orta məktəbində təhsil aldım. 93-cü ildə rayon hərbi komissarlığı tərəfindən milli orduya çağırıldım. Qusar rayonunda 887 sayılı hərbi hissədə təlim keçdikdən sonra Qarabağa göndərirdim. 103 sayılı hərbi hissənin tərkibində Tərtər və Ağdam rayonlarında döyüşdüm. Hissəmizin tərkibində bir çox döyüşlərdə iştirak etdim, torpaqlarımızın müdafiəsi uğrunda vuruşdum. Tezliklə vətənimizi erməni bəlasından xilas edəcəyimizə inanaraq vətəndaşlıq borcumu ləyaqətlə yerinə yetirirdim. Döyüşlərin birindən sonra mənə 5 günlük məzuniyyət verilsə də imtina etdim. Dedim ki, müharibə qurtarsın, bir dəfəlik evə qayıdarıq. Qələbəmiz də, itkilərimiz də oldu, heç vaxt inamımızı itirmədik və bu inamla da döyüşdük. 1994-cü ildə Ağdam istiqamətində gedən döyüşlərin biri mənim son döyüşüm oldu. Dekabr ayının 30-unda vətən uğrunda şəhidlik zirvəsinə ucaldım. İndi ruhum çox şaddır, qeyrətli Azərbaycan oğulları torpaqlarımızı işğaldan azad edib hamınızın intiqamını aldılar.